Hər kəs müəllim olmamalıdır. Bunu niyə belə deyirəm? Çünki müəllimlik sahəsi bir çox insan tərəfindən sadəcə bir ixtisas, bir peşə kimi görülür, amma əslində belə deyil. Biz 9-cu sinif imtahanı vermişdik. İmtahanımızın nəticələri açıqlanan səhəri günü ilk məktəb günü idi, yəni dərs günü idi və məktəbə gəlmişik. İlk dərsimizdə Azərbaycan ədəbiyyat müəllimimizin dərsi idi. Müəllim içəri girdi, hər kəsin nəticəni soruşdu və uşaqları təbrik elədi. Sıra gəldi mənə. Mən də öz nəticəmi dedim. Mən 300 baldan 245 bal toplamışım 9 sinif imtahanında və bu heç də uşaq nəticə deyildi. Ki, mənim riyaziyyatım zəif olmasına baxmayaraq bu nəticəni toplamışdım. Və müəllimin mənə verdiyi reaksiya oldu ki, hə, heç nə olmaz, 11-ci sinifdə balını artırarsan. Bu necə belə bir reaksiya verə bilər bir müəllim şagirdinə qarşı? 245 bal heç də az nəticə deyildi. Və məsələ odur ki, başqa bir sinif yoldaşım var idi və o 300 baldan 230, 233 falan belə bir nəticə toplamışdı. Mənim məsələm, yəni sinif yoldaşımdan deyil, əziyyət çəkmişə toplamışdı, haqqı idi. Məsələn odur ki, məndən az yığan bir şagirdi sinif yoldaşımı təbrik eləyib, mənə belə bir reaksiya verməsi olmuşdu. Ona görə də həqiqətən hər universitet oxuyan müəllim adını qazanmamalıdır.